Azərbaycan gələcəyimiz olan uşaqların təminatını yüksək səviyyədə reallaşdırmaqdadır. Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş Mənim Səsim, Mənim Hüquqlarım mövzusunda keçirilən konferansda dedi. O vurğuladı ki, müasir dövrün dəyişən standartları qurum tərəfindən hər zaman diqqətlə izlənilir və layihələrdə nəzərə alınır. Bilirsiniz ki, dünya dəyişir, münasibətlər dəyişir, standartlar da dəyişir. Ona görə də bu qanunlara da diqqət yetirmək lazım gəlir. Yeni mexanizmlər də yaratmağa vadar oluruq. Ona görə ki, o istənilən tələbata, bugünkü müasir standartlara uyğun fəaliyyəti qurmaq üçün vacibdir. Bizim gələcəyimiz olan uşaqların təminatını yüksək səviyyədə reallaşdırmaqda da ən əvvəl ona görə ki, biz ərazimizi işğaldan azad etmişik. Bütövlükdə Azərbaycan xalqının pozulmuş hüquqlarını bərpa etmişik və onun içərisində Azərbaycanın gələcəyi olan uşaqların rahat, təhlükəsiz, suveren, ərazi bütövlüyü təmin olunmuş və sərbəst şəkildə hərəkət edə biləcəyi bir ölkə yaradıb və bunun da örnəyini yaradıb. Müasir çağırışlar təkcə real həyatı deyil, virtual məkanı da əhatə edir. Bahar Muradova xüsusilə uşaqların maraq dairəsində olan bir neçə qlobal oyun platformasının mövcud problemlərinin həlli istiqamətində Azərbaycanla rəsmi əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı. Bizim məqsədimiz onların fəaliyyətini məhdudlaşdırmaq deyil, onların rəhbərlik etdiyi, yaratdığı və gündəlik inkişaf etdirdiyi bu platformada uşaqların zərərli məlumatlardan qorunması standartlarını da yaratmağı və özlərinin buna nəzarət etməyini istəyirik. Bilirsiniz, zaman rəqəmsal zamandır. Biz burada qadağa ilə nəyəsə nail ola bilmərik. Hesab edirəm ki, onlar bu hüquqdan istifadə edib böyük bir şəbəkə yarada biliblərsə, problemləri də aradan qaldıra bilərlər və biz onlarla əməkdaşlıq şəraitində bu problemlərin aradan qaldırılmasına töhfə vermək istəyirik. Əlbəttə, hər bir ölkənin özünün ümumi standartlara uyğun qanunları olduğu kimi fərdi milli maraqlarına uyğun da dəyərləri var və bu dəyərlər qorunmalıdır. Tədbir çərçivəsində təkcə görülən işlər müzakirə olunmadı. Həm də uşaqların özlərinin fəallığı ön plana çıxdı. Belə ki, konferansda Uşaq Səfirlər Məclisinin Azərbaycan Uşaqlarının İnkişaf Platformasının illik fəaliyyət hesabatları təqdim edildi. Artıq xoş bir ənənəyə çevrilən konferansda bu il fərqli dəyişikliklərə yer verilmişdi. Bir gün tədbiri əslində komitə tərəfindən hər il təşkil olunur və bu tədbirdə adətən 100-dən çox uşaq iştirak edir. Bu il misal üçün nə fərqlidir? Keçən illərdə adətən ancaq Bakıdan uşaqlar iştirak etmişdi, amma bu il artıq hər bir şəhərindən, hər bir rayondan Azərbaycanın bütün şəhərlərindən uşaqlar iştirak edir. Burada iştirak edən uşaqlar bizim məclisimizin region nümayəndələridir. Onlar burada yeni mövzularda təlim keçmiş, yeni nitqləri qulaq asmış, sonra gedib həmin tədbirləri öz regionlarında ətraflı şəkildə uşaqlara izah edib, onların hüququ barədə məlumatlandırıb, ətraflı məlumat verirlər və özləri də burada öyrədiklərini oraya ötürürlər. Tədbir boyu məclis üzvləri həm yaşlılarını maraqlandıran ən aktual mövzuları məruz etdilər. 100 uşağın səsi adlı interaktiv stenddə balacaların qeyd etdiyi arzu və təkliflər ümumiləşdirilərək auditoriyaya çatdırıldı. Mən bugün burada çıxış edirəm. Uşaqlar arasında düzgün ünsiyyət, empatiya və inkişaf mövzusu barəsində. Mən sırf ünsiyyət və empatiya mövzusunu seçdim. Çünki özüm də məclisdə qoşulandan bəri hiss etmişəm ki, insanlarla empatiya qurmaq, onlarla ünsiyyət qurmaq insanın ən vacib xüsusiyyətlərindən, keyfiyyətlərindən biridir. Və düşündüm ki, bu çıxışla çıxmağım çox düzgün olar və hətta bir təklifim var ki, uşaqlar arasında empatiya və düzgün ünsiyyəti artırmaq üçün daha çox seminarlar, görüşlər və interaktiv fəaliyyətlər keçirilsin. Uşaqların səsi bugün daha gür, hüquqları isə daha etibarlı müdafiə altındadır. Çünki onların bugün dilə gətirdikləri hər bir arzu sabahın rəsmi qərarlarına və böyük uğurlarına cığır açır.